Salam uşaqlar, bugün birinci hissə topludan isim mövzusunda ikinci bölmənin izahına baxırıq. Tək və cəm isimlər, sayılan, sayılmayan isimlər haqqında olan bölməmizin izahına baxırıq. Birinci testə baxaq. Choose a line of nouns in the plural. Cəm isimlər cərgəsini seçməliyik. Birinci A variantında sisters-in-law cəmdədir. Seaman cəmdir. Burada men olduğu üçün cəmdir. Ancaq ox təkdir. A variantını çıxırıq. B variantına baxırıq. Pages cəmdədir. Hero cəmdir. Progress sonunda qoşa s olsa da sayılmayan isimdir. Təkdədir. Tərəqqi deməkdir, inkişaf deməkdir. C variantına baxırıq. Potatoes cəmdədir. Leaves cəmdədir. Ancaq berry deməli C variantındakı berry sözü çiyələk, moruq təkdədir. D variantına baxırıq. Cousins cəmdir. Geese cəmdir. Months cəmdədir. Düzgün cavab olur D variantı. Y variantında isə contents cəmdədir. Ancaq physics bu icısı ilə bitsə də elm fən adları sayılmır. Təkdədir. Yəni bu S cəmlik deyil. Birlikdə biz bunu şəkilçi kimi götürürük. Goose isə təkdədir. Onun cəmi olur geese. Y variantını da çıxırıq. Düzgün cavab D variantı. İkinci testimizin izahına baxırıq. Choose a line of nouns in the plural. Yenə də cəm isimlər cərgəsini seçirik. A variantında trousers, goods, clothes cəmdədir. Düzgün cavab olur A variantı. B variantında face təkdədir. C variantında yenə physics icısı ilə bitənləri tək götürürük. Trousers və oxen cəmdədir. D variantına baxırıq. Progress təkdir. Strawberry təkdir. Mais cəmdir. Y variantında geese cəmdir. Shoes cəmdir. Letter təkdədir. Düzgün cavab ikinci testdə A variantı. Üçüncü testin izahına baxırıq. Choose a line of nouns in the singular. İndi isə təkdə olan isimlər cərgəsini axtarırıq. Information tək, places isə cəmdir, tis cəmdir. A variantına çıxırıq. Clothes cəmdir. B variantına çıxırıq. C variantına baxırıq. Hər birisi təkdədir. News sonu S-lə bitsə də sayılmayan isimdir. Xəbər deməkdir. Progress təkdir. Yenə sonunda qoşa S olsa da cəmlik deyil. Bu da money də təkdədir. Bilirik ki, money sözünün özü sayılmır. Ancaq vahidləri, manatı, dolları, evronu nəzərdə tutsaq sayırıq. Ancaq money sözünün özünü saymırıq. D variantına baxırıq. Oil sözü təkdir. Ancaq digərləri cəmdədir. Y variantına baxırıq. Watches cəmdədir. Digərləri isə təkdədir. Düzgün cavab 3-cü testdə C variantı. Dördüncü testin izahına baxaq. Choose a line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Person, chair, sofa üçü də təkdədir. Düzgün cavab A variantı. B variantında feet cəmdir. People cəmdir. Men cəmdir. D variantında police cəmdir. Y variantında mice cəmdədir. Beşinci testin izahına baxırıq. Cəm isimlər cərgəsini seçin deyir. People həmişə cəmdə olan isimdir. Clothes cəmdədir. Geyimlər deməkdir. People insanlar. Feet foot sözünün cəmidir. Ayaqlar deməkdir. 3, 4, 5-ci test düzgün cavab B variantı. 6-cı sualın izahına baxaq. Choose a line of nouns in the plural. Cəm isimləri seçin. Feet Germans cəmdədir. Düzgün cavab A variantı. B variantında physics təkdir. Assembly təkdir. Optics təkdir. Eye təkdir. Demək bizə də lazımdır cəm olsun hər ikisi. Fellow'nu çıxırıq. Burada watch'ı çıxırıq. Düzgün cavab 6-cı testdə A variantı. 7-ci suala baxırıq. Plural nouns yenə də seçirik. Aerobics təkdir. Sonra icısı ilə bitənlər. Happiness nes şəkilçisidir. Bu cəmlik şəkilçisi deyil. Qoşa S olsa da nes şəkilçisidir bu. Çıxırıq. Centuries cəmdir, amma experiment təkdədir. Bizə sadəcə cəm isimlər lazımdır. Demək, 7-ci testdə C variantına baxırıq. Hər ikisi təkdədir. D variantında D sözü təkdədir. Biz burada cəm isimləri axtardığımız üçün düzgün cavab olur Y variantı. Police, dishes cəmdədir. Y variantı düzgün cavabdır. 8-ci sualın izahına baxırıq. Choose the pair of nouns in the singular. Tək isimlər olan cərgəni seçməliyik. Kites cəmdir. A variantında çıxırıq. Bizə təklər lazımdır. B variantındakının hər ikisi təkdir. D ilə baxırıq. Tables cəmdir. Canteens cəmdir. Spoons cəmdir. 9-cu sual.
Tək isimləri seçməliyik. Caps cəmdir. Capit cəmdir. Ship, flags çıxırıq. Cars burada. Bizə təklər lazımdır deyə cəm olanları çıxırıq. Məsələn, B variantında mask sözündə çıxırıq. Düzgün cavab sadəcə təklərin olduğu olur. Notebook, bir də boat sözü olur. Notebook, bir də boat sözü. Ship sözü bu da təkdir, ancaq bizə lazım idi cəmlər. Demək, bizə lazım idi təklər. Təklər hər ikisi tək olan C variantıdır. Düzgün cavab 9-da C. 10-cu suala baxırıq. Choose a line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçirik. Lies cəmdir, giz cəmdir, çıxırıq. B variantında songs cəmdir, C variantında towns cəmdir, Englishman cəmdir, D variantında children cəmdir. Düzgün cavab olur 10-cu testdə Y variantı. 11-ci suala baxırıq. Choose a line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin deyir. Drawings cəmdədir. Servants cəmdədir. B variantında museums cəmdir. Businessman cəmdir. C variantına baxırıq. Tourists, turistlər cəmdir. D variantındakılar təkdir. Y variantına baxırıq. Servants cəmdir. Fish təki cəmi eyni olan isimdir. Fish olduqda təkdir. Fish olduqda isə çox zaman cəm götürürük. 12-ci suala baxırıq. Choose a line of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçməliyik. Təkdə olan isimlər cərgəsini seçirik. Puppets, tiz çıxdıq. Stairs, pilləkən, mice çıxdıq. Bunlar cəmdədir. C variantındakı sözlərin hər bir təkdir. Fireplaces cəmdədir. D variantında interviews cəmdir, feet cəmdir, radios cəmdir. Düzgün cavab 12-ci sualda C variantı. 13-cü sualın izahına baxırıq. Choose a nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Doll cəmdir, tiz cəmdir, Pierce cəmdir. Düzgün cavab 1-4. Cup and fox. 14-cü sualın izahına baxırıq. Choose a nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Snowman, knowledge və cheese təkdədir. 2, 3, 5. Digərləri isə cəmdədir. 15-ci suala baxırıq. Sayılmayan isimləri istəyir artıq bizdən. 15-ci sualda child sözü sayılır, ay sayılır, sugar sayılmır. Bizdən sayılmayanlar istəyir, ancaq A variantında child və ay sayılır. B variantına baxırıq. Coffee sayılmır, hand sayılır, baby sayılır. B variantında çıxırıq. C variantına baxırıq. Tea sayılmır, ancaq face, river sayılır. D variantına baxırıq. Carrot sayılır. Demək, lamp sayılır, farm sayılır. Bizdən sayılmayanlar istəyir. Music, advice, kindness sayılmayan isimlərdir. 16-cı suala baxaq. Choose a line of uncountable nouns. Sayılmayan isimlər olan cərgəni seçin. Birinci cərgədəki isimlər sayılır. İkinci cərgədə city sayılır. Education sayılmır. Ancaq servant da sayılır. 2-ni çıxırıq. 4-də animal sözü sayılır. Earth sayılmır. Island sayılır. 4-ü də çıxırıq. Düzgün cavab olur 1-3 Y variantı. 17-ci sualın izahına baxırıq. Choose a line of uncountable nouns. Sayılmayan isimlər cərgəsini seçin. Sayılmayan isimlər cərgəsi 1-də və demək, sayılmayan isimlər cərgəsini istəyir. 1-də və 3-dədir. Burada pencil sözüdür, sayılır. Army sözü də sayılır. Story sözü sayılır. Sight saydıq. Hero saydıq. 1-3'ü düzgün cavabdır. Sayılmayan isimlər cərgəsidir. 18-ci sual. Choose the plural nouns. Cəm isimləri seçin. Görən kimi women, qadınlar. Qadın sözünün cəmidir. Təkdir, cəmdir. Təkdir, yəni düzgün cavab 1-3 D variantı. Cəm isimləri istəyir bizdən. 19-cu suala baxırıq. Choose the nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçməliyik. Təkdə olan isimlər cərgəsi custom və being. 1, 4. Digərləri cəmdir. 20-ci sualın izahına baxırıq. Choose the pair of plural nouns. Cəm isimlər cərgəsini seçin. Cəm isimlər deməli
cərgəsini istəyir deyə təkləri çıxırıq. B variantında history təkdir. D variantında demək nation cəmdir, member təkdir. Bizdən sadəcə cəmləri istəyir deyə düzgün cavab Y variantı. 21-ci sualın izahına baxırıq. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cərgəsini seçin. Təkdir, 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 təkdir. Düzgün cavab olur Y variantı. 22-ci sualın izahına baxırıq. Choose the pair of singular nouns. Tək isimlər cərgəsini seçin. Tək isimlər cərgəsini seçin. Cəmdir, 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 cəmdir. Düzgün cavab Y variantı. 23-cü sualın izahına baxırıq. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini istəyir yenə də. Cəmdir, 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 cəmdir. Düzgün cavab D variantı. 24-cü sual. Tək isimlər cərgəsini istəyir 24-cü sualda. Cəmləri çıxırıq yenə də. Cəmləri çıxırıq. Düzgün cavab Y variantı. 25-ci sual. Choose the pair of nouns in the plural. Cəm isimlər cərgəsini seçin. Üzr istəyirəm, bags cəmdir, tools təkdir, ruler təkdir, verb təkdir, watch təkdir. Düzgün cavab D variantı. 26-cı sual. Elə cümləni seçməliyik ki, oradakı isimlər cəmdə olsun. A variantında lady təkdir, bus təkdir. B variantında people düzdür, cəmdir, friends cəmdir. C variantında hamısı təkdədir. D variantına baxırıq. D variantında da yenə təkdir. Y variantına baxırıq, təkdir. 27-ci sual. Cəm isimlər cərgəsini seçin deyir bizə. Cəm isimlər cərgəsini seçin deyir. Snack təkdir, spice təkdir, biscuits cəmdir. B variantına baxırıq. Demək, cəm. Bizdən sadəcə cəmlər istəyir. Burada tək var deyə çıxırıq. Pollution təkdir. C variantındakılar cəmdir. D variantına baxırıq. Təkdir. Təkdir, təkdir. Y variantında təkdir, oyun adları. Sonunda S olsa da sayılmır. Oyun adları, elm fən adlarını saymırıq. Təkdir, təkdir. Düzgün cavab C variantı. 28-ci sual. Choose a line of nouns. Choose a line of plural nouns. İsimlər cərgəsini, cəm isimlər cərgəsini istəyir. Təkdir, 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 təkdir. Düzgün cavab D variantı. 29-cu sual. Choose a line of singular nouns. Tək isimlər cərgəsini seçin. Sadəcə tək isimlər olmalıdır. Ona görə cəmləri çıxırıq. B-dəkilər təkdir. C-də potatoes cəmdir, 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 cəmdir. 30-cu suala baxırıq. Choose a line of singular nouns. Tək isimlər cərgəsini seçin deyir. Tək isimlər A variantındakılar təkdir. B variantında troops cəmdir, people cəmdədir, subjects cəmdir, scissors qayçı cəmdir, trousers cəmdir, digərləri isə təkdir. 31. 31-ci sualda choose a line of singular nouns. Tək isimlər cərgəsini istəyir bizdən. Sadəcə tək isimlər. Cəmləri çıxırıq. Düzgün cavab B variantı. 32-ci sual. Tək isimlər cərgəsini seçin. Tickets cəmdir, studios cəmdir, B variantındakılar təkdir. Photos giz cəmdir, magazines cəmdir, 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 cəmdir. 33-cü sual. Choose a line of singular nouns. Tək isimlər cərgəsini seçin. Demək, A variantında seasides cəmdir, theaters cəmdir, competitions cəmdir, B variantında countries cəmdir, passages cəmdir, messages cəmdir. D variantı təklərdən ibarətdir. Y variantında giz cəmdir, rooms cəmdir. Düzgün cavab D variantı. 34-cü sual. Tək isimlər cərgəsini seçin. Feet cəmdir, bushes cəmdir, roads cəmdir. Düzgün cavab. Üzr istəyirəm. Bizdən 34-cü sualda tək isimlər istəyir. Boys cəmdir. Tək isimləri istəyir deyə düzgün cavab olur D variantı. Burada da students cəmdir. 35-ci sual. Choose the pair of nouns in the plural. Cəm isimlər olsun deyir. Ona görə tək olanları çıxırıq. Düzgün cavab A variantı. 36-cı sualda choose the pair of nouns in the plural. Artıq cəm isimləri götürməliyik. Cəm isimlər B variantındadır. Burada child təkdir, yet təkdir, dig təkdir, duty
təkdir. Choose a noun in the singular 37-də demək bizdən təkdə olan isimləri istəyir. Cəmdir, cəmdir, cəmdir. 2, 5, 6. B variantı. 38. Choose a noun in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Tiz, cəmdir. Jeans, cəmdir. Men, cəmdir. 2, 3, 5. A variantı. 39. Choose a noun in the plural. Cəm isimlər cərgəsini seçin. 1, 4, goods 1, 3, 4. C variantı. Choose a noun in the plural 40-cı sual. Cəm isimlər cərgəsini seçin. Qoşu S təkdir, state təkdir. 3, 4, 5. B variantı. 41-ci sual. Tək isimlər cərgəsini istəyir. Burada hands cəmdədir, skirt cəmdədir, jackets cəmdədir, planets cəmdədir. Düzgün cavab C variantı. 42-ci sual. Tək isimlər cərgəsini seçin deyir. Feet cəmdir, days cəmdir, years cəmdir, months cəmdir. Düzgün cavab 42-də A variantı. 43-cü sual. Choose a line of singular nouns. Tək isimlər cərgəsini seçin. Tək isimlər cərgəsini seçməliyik yenə də. Businessman cəmdir, forests cəmdir, types cəmdir, invaders cəmdir, deserts cəmdir. Demək, düzgün cavab D variantı olur. Friends cəmdir. 43-də D variantı. 44-də baxırıq. Tək isimlər cərgəsini seçin. Tək isimlər cərgəsini seçin deyir. Cəmləri çıxırıq. D variantında sections cəmdir. Y variantında nephews cəmdir. Düzgün cavab A variantı. 45-ci sual. Choose the pair of plural nouns. Cəm isimlər cərgəsini seçin. Tale görürük ki, təkdədir. School children, legends cəmdədir. Address təkdir. Weakness təkdir. Bizdən cəmləri istəyir. Burada hər ikisi təkdir. Y variantında birinci cəmdir, ikinci təkdədir. 46-cı sual. Cəm isimlər cərgəsini seçin deyir. Cəm isimlər cərgəsini seçin deyir. Təkləri çıxsaq qalır C variantı. 47-ci sual. Cəm isimlər cərgəsini seçin. Digər suallarda cəm isimlər cərgəsini baxırıq, görürük Y variantında da icısı ilə bitənlər təkdir. D variantında hər ikisi təkdir. C variantı hər ikisi təkdir. B variantında harvest təkdir. Community təkdir. 48-ci suala baxırıq. Choose the pair of plural nouns. Cəm isimlər cərgəsini seçir. Cəm isimlər görürük ki, B variantında da children cəmdə ancaq person təkdir. Progress step təkdir. Food təkdir. Knowledge təkdir. 49-cu sual. Choose the pair of plural nouns. Cəm isimləri seçməliyik. Cəm isimləri seçməliyik. A variantında translation təkdir. Man təkdir. Vegetable təkdir. Y variantında hər ikisi təkdir. Düzgün cavab D variantı. 50-ci sual. Cəm isimləri seçin. Yenə təkləri çıxaq. Düzgün cavab Y variantı. 51. Choose the pair of nouns in the plural. Cəmdə olan isimlər cərgəsini seçin. Cəm isimləri istəyir deyə düzgün cavab A variantı. Men olub, books cəmdədir. Demək, digərlərindən təkləri çıxsaq düzgün cavab qalır A variantı. 52. Cəm isimlər cərgəsini seçin. Cəm isimlər B variantındadır. Ox burada təkdir, box təkdir, foot, window təkdir, pencil təkdir. 53-cü suala baxırıq. Choose the pair of nouns in the plural. Cəm isimlər seçin. Dedik, progress sonunda S olsa da təkdir. News da təkdir. Sonunda S olsa da physics da təkdir. Food təkdir. Goose təkdir. Düzgün cavab C variantı. 54. Choose the pair of nouns in the singular. Təkdə olan isimlər cərgəsini seçin. Təkdə olan isimlər cərgəsini seçin deyirsə, cəmləri çıxırıq variantlardan. Düzgün cavab qalır C variantı. 55. Cəm isimlər cərgəsini seçir. Yenə təkləri çıxırıq. Variantlardan təkləri çıxdıqda, əmin olduğumuz təkləri çıxdıqda düzgün cavab olur C variantı. 56. Artıq 56-da bizdən sayılan isimləri istəyir. Sayılan isimləri istəyir deyə sayılmayanları çıxacaq. Məsələn, advice sayılmır. Orange sayılır.
A variantını çıxdıq. B variantında kindergarten sayılır, coffee sayılmır. Çıxdıq. C variantında movement sayılır, ancaq luck sayılmır. Çıxdıq. Bizə hər ikisi sayılan lazımdır. Water sayılmır, çıxdıq. Bird, quş, quşlar ola bilər. Slice sözü də dilim, dilimlər kimi deyə bilirik. Düzgün cavab olur Y variantı. 57. Yenə də sayılan isimləri seçməliyik. Flower sayılır, police sayılır, money sayılmır. Bizdən sayılanlar istəyir. A variantını çıxdıq. Luck sayılmır, gold sayılmır, film sayılır. Insect həşərat sayılır, port liman sayılır, toothbrush diş fırçasıdır. Bir də var diş pastası. Diş fırçasıdır, bunu da sayırıq. D variantına baxırıq. Bench sayılır, amma cool sayılmır, E sayılmır. Bunları çıxırıq. Luggage sayılmır. Deməli, meat sayılmır. Lift sayılır. Hər üçü də sayılan oldu C variantı. 58. Choose a line of uncountable nouns. İndi sayılmayan isimlər cərgəsini axtarırıq. Music sayılmır, ancaq sit sayılır. Theater sayılır. A variantını çıxdıq. Bizə lazımdır sayılmayanlar. Tree sayılır, bone sayılır, ox sayılır. Weather sayılmır, amma doctor sayılır, siçan sözü də yenə sayılır. D variantında rice sayılır, üzr istəyirəm, sayılmır, grass sayılmır, qum sayılmır. Çox xırda olan şeyləri saymırıq. Rice-la sentdə çox xırdadır deyə sayılmayanlardan ibarətdir. Bizə də lazım idi sayılmayanlar. Y variantında degree sözü sayılır, business sayılmır, city sayılır. 59. Bizdən istəyir sayılmayan isimləri. Shirt sayılır. Dust sayılmasa da drop sayılır. A variantına çıxdıq. Rice, gold, water sayılmır üçü də. C variantında saat sözü sayılır. Üçü də sayılır. D variantında teacher sayırıq. Chalk'u saymırıq. Təbaşirdir, maddə, material bildirənləri saymırıq. Table'ı sayırıq. Y variantında dust sayılmır, toz deməkdir. Health sayılmır, sağlamlıqdır. Pen isə sayılan isimdir. 60-cı sual. Sayılmayan isimlər cərgəsini seçin. Peace sayılmır, ancaq world, map sayılır. Snow sayılmır, ancaq apple, home sayılır. Slice sayılır. Peace, baxın bu peace ilə bu peace-i qarışdırmırıq. Bu peace hissədir. Görürsünüz, ikisində də i var. Bu birisi peace sülhdür. Bunu yadda saxlamaq üçün hissə sözündəki i bu peace-də var. Bunu sayırıq. Ancaq sülh sözünü saymırıq. İkisini bir-biri ilə qarışdırmamalıyıq. Butter sözü də yenə sayılmır. D variantına baxırıq. Dust sayılmır, ancaq house sayılır, yard sayılır. Y variantında hər üçü sayılmayan isimdir. Traffic, advice, rise. 61-ci sual. Choose a line of nouns in the plural. Cəmdə olan isimlər cərgəsini seçin. Burada bir də baxırıq gold, maddə, material bildirənləri biz saymırıq. Tennis təkdədir. B variantına baxırıq. Fish həm tək həm cəmdir, dash cəmdir, months təkdir. C variantından hər üçü cəmdir. D variantında isə hər üçü təkdir. Y variantında hər üçü təkdədir. 62-ci suala baxırıq. Cəm isimləri istəyir. A variantında hər ikisi cəmdədir. Tək isimlərin üstündən xət çəkək. Qalır A variantı. 63-cü suala baxırıq. Tək isimləri istəyir. Görürük, burada cəmlər var. Cəmlərin üstündən xət çəkirik. Cəmlərin üstündən xət çəkəndə düzgün cavab olur Y variantı. 64. Tək isimlər cərgəsini seçin. X cəmdədir, çıxırıq. Heroes cəmdədir, çıxırıq. Təklər C'dədir. Products cəmdədir.
Ice cəmdədir. 65. Tək isimlər cərgəsini seçin deyir yenə də. Jobs cəmdir, goods cəmdir, halls cəmdir, AM, money, room təkdədir, tails cəmdədir, pets cəmdədir. 66. Sayılmayan isimləri seçin. Table, stol, stool sayılır. Bizdən istəyir sayılmayanları. B variantında book, desk sayılır. C variantında hər üçü sayılmır. Bizdən də sayılmayan istəyir. D variantında bag, ball sayılır. Y variantında isə ruler sözü sayılır. 67. Sayılmayan isimləri seçməliyik. Uncountable. Uncountable. Uşaqlar, count özü saymaq deməkdir. Countable deyəndə sayılandır. Uncountable deyəndə sayılmayan istəyir. Sayılmayan istəyir. Burada food sözü sayılan isimdir. Window sayılan isimdir. B variantında plane, flower sayılan isimdir. C variantında car, pencil sayılan isimdir. D variantında finger, table sayılan isimdir. Y variantındakı isimlər isə sayılmayan isimlərdir. 68. Düzgün variantı seçin. 68-də test bir qədər fərqlidir. Bax, indiyə kimi 68 test, 67 testdə bu cür test yox idi. Düzgün variantı seçin. The majority of people. Bu ifadədən sonra insanların əksəriyyəti cəm isim gəlməlidir. Düzdür, düz gəlir. The number of. Uşaqlar, bizdə var a number of. A number of çoxlu deməkdir. Bir də var, burada e yox, z olsun. Z number of olsun. Z number of sayı deməkdir. A number of çoxlu deməkdir. Z number of sayı deməkdir. Çoxlu sözü olanda burada cəm isim gəlir. Yəni a number of olanda. Z number of olanda tək gəlir. Daha doğrusu Z number of olanda sayı deməkdir deyə. Deyir ki, məsələn, iştirakçının sayı deyə bilmərik də. Burada olmalıdır iştirakçılar. İştirakçıların sayı deməliyik. Ona görə deyə bilərik ki, bir iştirakçının sayı yox. Burada olmalıdır iştirakçılar. Partisipant iştirakçıdır. İştirakçıların sayı olmalı olduğuna görə ikinci sual səhvdir artıq. A couple of picture. Yəni a couple of'dan sonra cəm isim gəlir. Burada da gəlibdir. Düzdür. $70,000. Bu da düzdür. A kilos. Həm də kilos olmaz. Bilirik ki, kilo cəmdədir. Burada S olub. Burada E artiklı olmaz. Ona görə 5-də səhvdir. 2-ni və 5-i variantlardan çıxırıq. Düzgün cavab olur. 1, 3, 4. Burada diqqətli oluruq. Z number of və E number of ifadələrinin mənası dəyişir. E number of çoxlu deməkdir. Z number of sayı deməkdir. Bunlar bir dənə artiklla mənaları dəyişir. Z number of sayı deməkdir. 69-a baxırıq. Choose the correct variant. Düzgün variantı yenə də seçməliyik. Düzgün variantı seçməliyik. A little'dan sonra sayılmayan isim gəlməlidir. Cəm gəlib. A variantı səhvdir. Several workers. Several bir neçə deməkdir. Bundan sonra olmalıydı workers. Bir neçə işçi yox, bir neçə işçilər olmalıydı. Çünki bir neçə sözü deyir ki, məndən sonra cəm gəlsin. C variantına baxırıq. Plenty of members. Plenty of'dan sonra gələn isim sayılırsa cəmdə olmalıdır. Bu olmalıydı members. Çoxlu üzvlər olmalıydı. A number of'dan sonra yalnız cəm isim gəlir. News isə sayılmayan isimdir. D variantına da çıxdıq. 2 pinches of salt, 2 çimdik duz, düzdür. Deməli, bir də təkrar edirəm bu sualı. A little'dan sonra cəm isim gəlməz. Çünki a little'dan sonra sayılmayan isimlər gəlməlidir. Several bir neçə deməkdir. Ondan sonra gələn isim cəmdə olmalıydı. Plenty of'dan sonra gələn isim sayılırsa cəmdə olmalıydı. A number of'dan sonra sadəcə cəm isimlər gəlir. A number of çoxlu deməkdir. Amma bu Z olanda Z number of
the number of, bu sayı deməkdir uşaqlar. Burada düzgün cavab olur Y variantı. 70'ə baxırıq. Choose the line of plural nouns. Cəm isimlər cərgəsini seçin. Cəm isimlər A variantında hamısı təkdir. B variantında təkcə trousers, shoes da cəmdir, trousers da cəmdir. Glass təkdir. C variantında hər üçü cəmdir. D variantında hər üçü təkdir. Y variantında isə policeman cəmdədir, Norman desk təkdədir. 71. Choose a line of plural nouns. Cəm isimləri seçin. Cəm isimlər cərgəsini seçməliyik deyə düzgün cavab olur D variantı. News təkdir, box təkdir. A variantında ikisi də təkdir, information təkdir. 72. Choose a correct variant. Düzgün variantı seçməliyik. Uşaqlar, information sözü sayılmayan isimdir. Ondan qabağında E artiklı qoymuruq. Biz sayılmayan isimlərin qabağına E artiklı qoymuruq. Sayılmayan isimləri cəmləmirik. Sayılmayan isimlərin qabağına N artiklı qoymuruq və qabağına rəqəm qoymuruq. Some information isə düzgündür. 73'ə baxırıq. A few days trip. A few'dan sonra gələn isim cəm olmalıdır. Burada təkdir. A variantı səhv. Londonun parkları olar. Dear sözünə biz S artıra bilmərik. Səhvdir. A few'dan sonra gələn isim cəm olmalıdır. Düzdür. Düzgün cavab Y variantı. 74. Choose a correct variant. A few'dan sonra gələn isim mən yox, men olmalıydı. Bir səhvdir. A loaf of bread, yəni bir kömbə çörək. Burada S var deyə səhvdir. E artikli olub. Burada S olması düzgün deyil. 2 də səhvdir. 3 və 4 isə onda düzgün cavablardır. B variantı. 75'in izahına baxırıq. A piece of furniture. Yenə dedik, piece hissə deməkdir. İ hərfi olan hissə deməkdir. Düzdür bu. Bir ədəd mebel deyək də, biri deyək. Bir hissə, bir ədəd. A pieces olmaz. Burada E artikli olub. Burada S olması mümkün deyil. Çünki E bir deməkdir. Biz onu cəmləmişik. Biri necə cəmləyə bilərik? Səhvdir. A few'dan sonra woman yox, women olmalıydı. Bu da səhvdir. 1-3 B variantı. 76'da bizdən istəyir sayılmayan isimləri. Choose a line of uncountable nouns. Sayılmayan isimlər olsun. Slice sözü, dilim sözünü biz sayırıq. Sponge çıxır, bucket çıxır. Bizdən sayılmayan isimlər istəyir. River'ni də sayırıq, village'i də sayırıq, hammer'ı da sayırıq. Hit sayılmır, ancaq hotel sözünü sayırıq. Match sözünü də sayırıq. Rice sözü, sand, patience, bunları saymırıq. Y variantında language sözünü sayırıq, hand sözünü sayırıq. 77. A few'dan sonra cəm gəlməlidir, cəm gəlib. A few'dan sonra cəm gəlməlidir, 2-də gəlməyib. A few'dan sonra cəm gəlməlidir, 3-də gəlib, 4-də gəlməyib. Yəni cavab olur 1-3 A variantı. 78. A few'dan sonra cəm olmalıdır. Yoxdur. 2 dənə deyirəmsə box sözünü cəmləməliyəm. 2, 4 olur düzgün cavab. 79. Cəm isimlər cərgəsini seçməliyik. Dedik ki, icası ilə bitənlər cəm deyil. Qoşa S-lərdə diqqətli oluruq. Cəm deyil, kökdədir bu S-lər. B variantında icası ilə bitən, yenə S ilə bitən permission təkdədir. C variantında hər üçü, yox, üzr istəyirəm, gymnastics təkdir, cheese təkdir. D variantında hər üçü cəmdir. Y variantında polis cəmdir, digərləri təkdir. Düzgün cavab olur D variantı. 80-ci suala baxırıq. Choose the uncountable nouns. Sayılmayan isimləri seçin. Sayılmayan isimləri seçin deyirsə sayılanları çıxaq. 1, 4, 6, juice, üzr istəyirəm, sayılan isimlər istəyir, sayılmayanlar yox.
Sayılan isimler istəyir. 2, 3, 5 B variantı. 81 sayılan isimler cərgəsini seçin. Sayılan isimler melon, case və food sözlərdir. 2, 3, 5 C variantı. 82 düzgün variantı seçin istəyir. 82-də advice sözü sayılmır deyə qarşısında en artiklı rəqəm və yaxud da sonunda s olmur. Cavab olur B variantı 1, 4. 83 furniture sözü sayılmır deyə qarşısında rəqəm və e artiklı olmur. Düzgün cavab A variantı 1, 2. 84 sayılmayan isimlər cərgəsini seçin deyir. Hand street sayılır. B variantında magazine forest sayılır. C variantı sayılmayan isimlerdir. D variantında potato head sayılır. Jacket sayılır. Dog da Y variantında sayılır. Machine sayılır. Düzgün cevap olur C variantı. 86. sual. Sayılmayan isimler cərgəsini seçin. A variantı. B'de I, shirt, map, toy. Bunlar sayılan isimlerdir. Age sayılır. Answer sayılır. Army sayılır. Kitchen sayılır. Bottle sayılır. Düzgün cevap A variantı. 86. Cəm isimlər cərgəsini istəyir bizdən. Uşaqlar, bu S sözün kökündəki S'dir. Progressdəki də sözün kökündəki S'dir. Grassdakı da sözün kökündəki S'dir. Düzgün cavab 2, 5, 6'dır. Bunlar cəm isimlərdir. Cəmdə olan isimlər 87. News sözündəki S də sözün kökündədir. Bu ümumiyyətcə sayılmayan isimdir. Tək isimləri seçin deyir. People çıxdıq A variantını. B variantını glasses, trousers çıxdıq. Biz sadəcə təkrar axtarırıq deyə digərlərini çıxırıq. Y variantındakılar təkdir. 96. Sayılmayan isimlər cərgəsini seçin. Baby, sayırıq baby sözünü. Sugar'ı saymırıq. Sonra water'ı saymırıq. Lemon sayırıq. B variantı sayılmayan isimlərdir. Apple'ı sayırıq. Flower'dir, egg'dir, çıxır. C variantı. D variantında pen, tomato, bag, book çıxır. 97. Sayılmayan isimlər cərgəsini seçin. A variantındakiler sayılmır. Mesela burada ay deyəni çıxaq. Burada quzu çıxaq. Burada dog deyəni çıxaq. Burada food'u çıxaq. Flag'i çıxaq daha doğrusu. 98. Demək, düzgün variantı seçin. Düzgün variantı seçməliyik. Burada hundreds olmaz. Hundreds olmaz. A thousand deyirəmsə, burada gələn cəmdə olmalıydı. 5'e də çıxdıq. Demək, a pair of shoes olmalıydı. 2, 4 B variantı. Keçirik 99'a. Hələ açıq testlərə keçməmişik. 99'da dedik ki burada da S olmur. A group of soldiers olmalıydı burada. 100'dan sonra cəm olmalıydı isim. Cevap olur 2, 3. 100'də sayılmayan isimlər cərgəsini seçin. Sayılmayan isimlər Y variantındadır. Vətəndaş sözünü çıxsaq, qonaq sözünü çıxsaq, idea sözünü çıxsaq, postcard çıxa bilərik. Permission sayılmır, meet sayılmır, thing sayılır. 101. Cəm isimlər cərgəsini seçin. Cəm isimlər cərgəsini seçin. Görürük ki, bunlar təkdədir, çıxırıq. History'dir, təkdir, çıxırıq. Children, furniture-ni çıxırıq. News'u da çıxırıq. D variantı qalır. Hər üçü cəmdədir. Cattle da malqara deməkdir. Malqara da bilirik ki, malqara dedikdə bir heyvan yox. Yəni heyvanlar nəzərdə tutulur. 102. Düzgün variantı seçin. Uşaqlar, furniture sözünü saymırıq. Qarşısında Y artiklı olmur. Many gəlmir, much gəlir furniture-nin qarşısında. Yaxşı. Qarşısında another da olmur. Çünki bunun tərkibində də an artiklı var. Elə götürürük. Qaldı a few pieces of furniture, much pieces of furniture. Much'dan sonra uşaqlar sayılan isim gəlmir. Ya da sayılan ismin qabağında many olardı. Ona görə cavab olur C variantı.
Necə ki, burada a few və many ola bilər sayılan ismin qabağında. 103-ə baxırıq. I am sorry, but I have. Üzr istəyirəm, amma mənim sualım var. A little-dan sonra uşaqlar questions olmur, saymayan isim gəlməlidir. To deyirəmsə cəmdə olmalıdır. One deyib cəmləyə bilmərəm. A few deyirəmsə ondan sonra gələn cəmdə olmalıdır. Ona görə olur a question. 104. Can you give me? Can you give me? Sən mənə biraz çörək verə bilərsənmi? Məlumat sözünü saymırıq, saymırıq. A few-dan sonra news gəlməz, sayılan cəm isim gəlməlidir. What sözü sayılmır. Gəldi A variantı. Information sözü sayılmır deyə an artikli olmaz. Advice sözü sayılmır, cəmlənməz. A few-dan sonra cəm isim gəlməli idi. Burada sayılmayan isim gəlib. What sözü sayılmır, qabağında E artikli olmaz. Düzgün cavab A variantı. 105-ə baxırıq. Zəhmət olmasa mənə biraz pul ver. Money sözü sayılmır, onun qarşısında E artikli olmur. A few-dan sonra sayılmayan isim gəlmir. Information sözü sayılmır deyə cəmlənmir. Demək, flowers cəmdədirsə niyə bir deyək? Cavab olur B variantı. 106. Choose a noun since plural. Cəmdə olan isimlər uşaqlar foxes, men, mice. Bunu səhv cəmləyib. Bu da təkdədir. 2, 3, 5. 2, 3, 5. 107-yə baxırıq. Yenə də düzgün variantı seçin. A piece of wood düzdür. To information, bunun qabağında to article olmur uşaqlar. Information sayılmır. A pair of stockings düzgündür. A few-dan sonra bu cəm olmalıydı. Cəm olmalıydı. Səhvdir. Several'dan sonra da uşaqlar cəmlənməli idi. 1, 3. 108-ə baxırıq. The top of the building düzdür. A box of toy, bir qutu oyuncaq, yox oyuncaqlar. Bir qutu deyəndə qutunun içində oyuncaqlar çox olur. Çıxdıq. Two golf balls düzgündür. Several'dan sonra dedik ki cəm olmalıdır. Cavab olur 1, 3. 109. 109'da düzgün variantı seçin. The players uniforms. Oyuncuların formaları düzdür. Men sözünə biz S artıra bilmərik. Səhvdir. Demək, a few girls name. Name sözü uşaqlar cəmlənməli idi. Bir neçə dənə qızın bir dənə adı olmaz ki. Adları olmalıdır. 4-də də the fox's tail, tülkünün quyruğu düzdür. Yəni cavab olur 1, 4.